Bu şorbanı ölü yesə dirilər. O qədər dadlı, ləzzətli, faydalı, gözəl bir şorbadır. Əsl qış şorbasıdır. Dəyərli izləyicilərim, bizə dəstək üçün videonu bəyənib kanala abunə olmağı və fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Şorbanı bişirəcəyim qazana çərək yağı, üzərinə 1 ədəd soğanı xırda-xırda doğrayıb əlavə etdim. Yağda soğanı bir neçə dəqiqə bişirdikdən sonra üzərinə doğradığım biberləri əlavə edirəm. Soğanla biber bir qədər qovrulduqdan sonra üzərinə kənarda doğradığım kökə əlavə etdim. İstəyə görə qara istiot, duz və sarçökdən istifadə edirəm. Siz istədiyiniz ədyatlardan istifadə edə bilərsiniz. Kök də bir qədər bişdikdən sonra üzərinə 1 çay qaşığı tomat pastası əlavə edirəm. Tomatın qoxusu çıxana qədər qovururam. Siz istəsəniz tomat pastasından istifadə etməyə də bilərsiniz. Şorbada mən çolpadan istifadə edirəm. Çolpanı öncədən qaynatdım. Ətini və bulyonunu da şorbada istifadə edəcəyəm. Üzərinə doğradığım kartofu əlavə edirəm. Axşamdan islağa qoyub ertəsi gün bişirdiyim qaragöz lobyanı əlavə edirəm. Üzərinə istəyə görə alça turşusu və gül kələmi əlavə edirəm. Ən sonda bulyon əlavə edirəm. Əgər bulyon yetməzsə üzərinə yenə də bir miqdar su əlavə edib şorbanı qoyuruq. Orta odda bişib hazır olsun. Artıq şorba belə desək hazırdır. Tərəvəzlər bişibdir. Sonda üzərinə anamın kəsdiyi ərişdədən əlavə edirəm. Əgər sizdə ərişdə yoxdursa əvəzinə yumru düyü və ya kiçik vermişlər əlavə edə bilərsiniz. Ərişdən əlavə etdim. Bir daha qarışdırıram və yenə də qazanın qapağını bağlayıb orta odda 15 dəqiqə müddətində bişirirəm. 15 dəqiqənin tamamında dadlı, ləzzətli şorbamız hazır olacaq. Şorba bişdi artıq hazırdır. Sonda üzərinə dilədiyiniz göyərtilərdən əlavə edib süfrəyə verə bilərsiniz. Mən bir qədər keşniçdən istifadə etdim. Həqiqətən tərifə layiq, ləzzətli, dadlı, bol vitaminli bir şorba oldu. Dadan hər kəs ləzzətini həm də çox bəyəndi. Sizlərə könül rahatlığı ilə hazırlaya bilərsiniz. Həm uşaqlar, həm böyüklər sevə-sevə nuş edəcəkdir. Dəyərli izləyicilərim, belə asan, dadlı ləzzətlərdən anında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub videonu bəyənməyi unutmayın. Bu günlük bu qədər. Hələlik.